Amma mənim anlamımda ilk öncə sözdən də qabaq oyun vardı. Yəni nə? Oyun deyəndə nəyi nəzərdə tutursan? Uşaq olmuşuq da. Bax bildiyin o oyundan gedir. Oynamaq bacarığı, oynamaq keyfiyyəti. Bütün uşaqlar nədir əslində? Həm də oynayan varlıqlardır da. Onlar böyüdükcə kim o oyunu canında daşıyırsa, o 50 yaşda da, 40 yaşda da nə olur? Onun gəlişinə hamı sevinir. Bax, tanıdığımız elə insanlar var həyatda. Sənəti qoyaq bir qırağa, insan kimi. Biz ona nə deyərik? Deyirik, baməzədir falan. Yox, o oyunu ilə onu əldə edir. O gələn kimi oyun baş verir. Ona görə onun ətrafında şənlik, onun ətrafında bir qəribə bir aura yaranır. O, onu oyun vasitəsilə eləyir. Çünki oyun həmişə xoş duyğular yaradır. Eləcə də uşaqlığa gedəndə də görürük. Niyə ona ehtiyacımız olurdu? Özümüzü kəşf eləyirdik orada. Müəyyən bacarıqlarımızı biz kəşf eləyirdik. Özümüzü tanıyırdıq. Özünü tanımadan xoşlanmağımız üçün oyuna qaçırdıq hər an. Yəni kökündə o dayanır. Üzdə belə baxsan, uşaq da oynamalıdır, elə deyil. O oyunları da kəşf eləyən kişilər olub, elə belə şeylər deyil onun heç birisi. Yəni bu mənada insan nə zaman oyunun itirirsə, oynamaq bacarığını itirirsə, o elə bil intiharın astanasında dayanmış hesab olunur. Yəni nədir? İnsan birinci növbədə kimlənsə oyunlamaqdan getmir ha söhbət. Özü oyunçu olmalı, özü ilə oynamalı, öz fikirləri, öz düşüncələri, öz dünyası. Oyun gözü ilə baxmaq. Yəni heç nəyə faciə falan yox. Oynamaq. Biz buna ən primitiv halda filan kəs zarafatçıl oğlandı. Bəli, o gözəl keyfiyyətdir. Filan kəs deyib güləndir. Və o oyunun təzahürlərindəndir. Filan kəs nəyisə ələ salaraq məsəl üçün də şənləndirə bilir ətrafındakıları. Bax, oynamaq bacarığıdır, amma o oyunçu deyil. İnsan kimi bax onun həyatına görəcəksən ki, o daha çox məmnundur. Nəinki o ciddi, filan hər şeyi belə ciddi alan adam elə gəlir ki, bir ikinci dəfə dünyaya gələcəyi, bu deyir, bu şeyi belə yaşayayım, o birisində deyib gülərəm. Yəni, mən bilmirəm indi hansı şeydən yanaşdın, yadımda deyil. Amma, bax, yəni, ümumilikdə oynamağa elə baxır. Oyun itdisə, ölümə salam əl uzadırsan elə bil. Yəni, mənən, söhbət fizikdən də gedir. İçindəki o dəngə artıq, nə demək, pozulub da.